Azərbaycan Universitetində Ali Təhsilin Gələcəyi Qlobal Perspektivlər Lokal Təsir adlı beynəlxalq konfrans keçirilib. Tədbir Ali təhsilin gələcəyinə dair müasir trendlər, innovativ yanaşmalar və lokal reallıqların qlobal dəyişikliklərlə qarşılıqlı təsiri müzakirə olunub. Azərbaycan Universiteti və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi konfransın məqsədi ali təhsilin modernləşdirilməsi, rəqəmsal transformasiya, beynəlmiləşmə və əmək bazarının dəyişən tələblərinə uyğun bacarıqların inkişafı üzrə fikir mübadiləsidir. Konfransın işində elm və təhsil ictimaiyyətinin nümayəndələri 20-dən çox ölkədən alim, tədqiqatçı və ekspert iştirak edib. Ümumiyyətlə, ali təhsil inkişaf mərhələsində və keçid mərhələsindədir. Belə ki, süni intellekt, rəqəmsallaşma, qloballaşma və bütün bu məqamlar, yeni ixtisasların yaranması, bu məqamlar ali təhsil müəssisələrinin yerinin və işinin yenidən baxılmasına, yenidən təhlil olunmasına gətirib çıxarır. Elə bugün də məhz bu mövzularda ətraflı müzakirələr olunacaq. Açılış mərasimindən sonra konfrans öz işini plenar sessiya və müxtəlif tematik istiqamətləri əhatə edən bölmə iclaslarında davam etdirib.